Allah da onlara etdikləri əməllərinə görə acılıq və qorxu libası geydirdi. Və onları qorxu və acılıq libası ilə bürüdü. Ona görə günah ruzinin bərəkətini aparır. Allahın lütf qapısını bağlayır onun üzünə. Sonra digər aqibət, digər cəza günah səbəbindən baş verən müsibət və ya başına gələn müsibət, fəlakət, bəlalar, hamısı asiliyin, günahların nəticəsidir. Ona görə insan bu dünyada görürsən ki, çox imtihan olunur. Başına çox müsibət gəlir. Sağlamlığında, malında, ailəsində. Ne için? Ona xatırladılır. Allah Teala ona xatırlama edir ki, qayıtsın Rəbbinə. وَمَا صَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Başınıza gələn hər bir müsibət öz əllərinizin qazandırıdır və ya günahlar uzbatındandır. Hələ Allah çoxunu bağışlayır və həmçinin günah səbəbdir insan təlaş içərisində yaşasın. Sıxıntıda, gərginlikdə. Ona görə günahın nəticəsində qəlb kədərə, qəm-qüssəyə bürünür. Köksü daralır. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي